Salamlayıram sizləri. Şərhçiniz Mənxub Azadə Elnur. Bugün sizə maraqlı bir oyun Konechny, Hövsan Konechny Qarabağ oyununu təqdim edəcəm. Hər iki komandaya uğurlar arzulayıram. İnşallah bol qollu, maraqlı oyun gözləyər bizi. Hər iki komandada istedadlı oyuncular var. Anam prinsipli oyun keçər. Top İskəndərdə. İskəndər keçidi alınmadı. Ravi çəkdi topu. Gözləyir komanda yoldaşlarını. Yenidən Ravi. Kanes komandasının pressingi var. İşə yaramır. Çıxırlar müdafiədən. Ravidən gözəl keçid. Ötürmə də göz alınır. Fuad. Ötürmə. Hüseyin gözləmirdi bu ötürməni. Hüseyin zərbə gözləyirdi Fuaddan, kapitandan. Amma Fuad ötürmə verdi. Alınmadı hücumu Qarabağ komandasının. Rəşad. Mərkəzə, İskəndərə. Yenidən baxmaq istədi Rəşada, alınmadı, amma Rəşad özü mübarizə aparır top uğrunda. Top Qarabağ komandasında. Ravi. Ravi yenə başa düşmür Qarabağ komandası bir-birini. Sana Mehdiyev top oyuna daxil edəcək. Tümə İskəndər. Zərbə, əlliyə toxunan top meydanı tərk edir. Yenidən Sənan top oyuna daxil edəcək. İlhami yaxınlaşıb. Ötülmə İskəndərə bu dəfə zərbə. Qapıya tuş gəlmir. Vali. Əli ötürür. Yenidən Vali. Hüseyin. Top meydanı tərk edir. Rəşad. Top Elçində. Elçindən uzun ötürmə. Qeyrlər qalmır. Ravi. Ravi mərkəzdən irəliyir. Şeyini görür. Tam olaraq müdafiə oturub Manes komandası arasındakı 50 mərkəz xətti keçir. Risk atır komandasını məncə. Gözəl ötürmə də ötürür. Pauz elədi. Keçdi. İlham imkan vermir. Və top yenidən Qarabağ komandasında. Hüseyin. Şol vermir Sənan. Ravi Elçin. Elçin qolun qarşısını alır. Rəşad. Uzun ötürmə. Əli. Hələ ki üstünlük Qarabağ komandasındadır. Riskli hərəkətlər Əlidən. Hakimin qərarı maraqlıdır. Hakim cərimə zərbəsi qeyd alır. Vali. Və qapıdan zərbə. Qeyd edeyim ki, keçən turda hər iki komanda məğlub olur. 0 halı var hər iki komandanın. Ona görə də həm də maraqlı oyun keçəcəyini düşünürəm. İskəndər. Sənan. Çəkir. Zərbə vura bilər. Zərbəsi. Əli topu qaytarır. Uzun ötürmə Valihdən. Tutar topu meydanda saxlaya bilmir. İskəndər. Gözəl keçid. İskəndər. Ay ay ay.
Top hələ İskəndərdə. Zərbəsi istədi kimi alınır İskəndərin. Ali. Uzun ötürmə Valiəhdən Fuada. Elçin qapısını tərk eləyir. Qapı boşdur. Geri dönür qapısını Elçin. Rəşad top oyuna daxil edəcək. Rəşad uzun ötürmə Elnura. Elnur sinəsi ilə qəbul edir topu. Geriyə İlhaminə. İlhami. İlhaminin pası qeyri-dəqiq. Yox keçir Qarabağ komandasına. Oyun hələ ki sakitləşib. Qapıya zərbələr demək olar çox azdır. Uzun ötürmə İlhamidən Fuad imkan vermir. Fuad. Onun da ötürməsi alınmır. İskəndər! Qapı dirəyi! İmkan vermir İskəndərin fərqlənməyinə qapı dirəyi. Qarabağ komandasında hücuma alınmış. Sıra Donetsk komandasında. Qapısını keçir İskəndər və cərimə zərbəsi qeydə alır hakim. Sarı vərəqədə göstərir qapıcı Əliyə. Standart vəziyyətlərdən İskəndərin qollarını izləmişik, amma bu dəfə İskəndər olmayacaq. Kapitan İlhami topun arxasına yaxınlaşır. İskəndərə də ötürə bilər. Təhlükəli nöqtədəndir. Ötürmə eləyir, amma bunu mənlə yanaşı Qarabağ komandası da bilirdi. Uzun ötürmə. Gözəl saxlayır topu. Çevrilir. Və hakim sərbəst zərbə qeydə alır. Qarabağ komandası yerinə yetirəcək sərbəst zərbəni. 2 toxunuşlu zərbə. İstədiyi kimi yerinə yetirə bilmirlər, amma top hələ də Qarabağ komandasında. Ravidən gözəl keçid. Elçin imkan vermir. Və hakim oyunu saxlayır. Qol qeydə alınmır. Uzun baxır. Sinəsi ilə qəbul eləyir. Top Qarabağ komandasında. Da keçə bilmədi. Rəşad gözəl sıyrılır rəqibindən. Rəşad gedişdi zərbə indirməyə. Hüseyn gəldi, hələ keçirdi topu. Hüseyn keçidi alındı. Rəşad. Hüseyn qapısını tərk eləyir. Hüseyn qapı boşdur. Da çəkir.
Ravin görür, Ravi. Topu Raviyə gəlib çıxmır. Türmə, İskəndərdən Elnura və gol! Elnur! Ötürməsi ilə qola bərabər bir ötürmə idi Elnurdan. Qanets komandası hesabda irəli keçir. Baxmayaraq ki, Qarabağ komandası oyuna yaxşı başlamışdı. Zərbəsi alınmır. Qapı boşdur. İskəndər Əli çatır qapısına. Hüseyndə top. Valihə. Yenidən Valih. Rabi. Qabağında İskəndər. Yeniyəcək. Götürür Fuada. Üstət imkan vermir Fuadın keçidindən. Valih. Ravi. Valih. Üstət imkan vermir. Top İskəndərdə. Yenidən İskəndərdən gözəl keçidlər. İrəliyir. Türməsi də məntiqli idi, amma Astafil bunu gözləmirdi. Top yan xəttdən Üstət oyuna daxil edir. Mərkəzə təkdir İskəndər. Tək olduğuna görə keçid də alınmır. Ravi ötürmə və az qalsın gol deyəcəkdim, elə goldur. Top qapıdan keçir. Muxtar hesabı 1-1 eləyir. Çəkil topu. Zərbəsi Elçin yerindədir. Uzun ötürmə Elçindən İskəndərə. Top itirir Muxtar, amma ötürməsi də alınmır. Ravi. Hüseyin bomboş. Zərbəsi qapıya düşmür Hüseynin. Əliyə. Qısım tərk edib Əli. Həmişə olduğu kimi. Fuad. Əli. Boşda Əli risk eləyir. Və Əlli oyun. Sarı vərqəsi var Əlinin. Aşağıdan imkan vermirlər. Şamil imkan vermir aşağıda.
Ötürməz zərbə. Az fərqlə çölə gedir zərbə. Alınma üçüncüdən zərbə. Qarabaş hücumda. Lavi. Top İlhamidən meydan tərk edir. Lavi açtırma zərbəsi alınmadı Lavinin. Zaman zərbəsi o qədər qüvvətli idi ki, özü belə ayaq üstə qala bilmədi, yerə yıxıldı. Əli, uzun ötürmə gəlir, Elçin. Başı bəs eləmir, əli bəs eləmir, başı ilə topu uzaqlaşdı. Elnur əldən artıq bu neçənci top itkisidir. Daha başa gələ bilər Qarabağ komandasına. Sənan imkan vermir Ravinin keçidinə. Sənan imkan vermir Fuad. Gözəl keçid Fuaddan, amma dəqiqlik çatmadı ötürməsində. Bu keçidi çox gözəl. Zərbə. Top İskəndərə toxunaraq meydana tərk edir. İkincidən zərbəni Qarabağ komandası yerinə yetirəcək. Lavi. Lavi. Geriyə. Zərbə gözəl idi, amma dəqiq deyildi. İskəndərə. İskəndər qəti şəkildə topu istəyirdi. Komanda yoldaşına da əsəbləşir. Bir-birdən sonra yenidən sakit oyun istəyirik. Heç komanda fal olmadığına görə riskə atmır özünü. Top meydanı tərk edir. İkincidən zərbəni Kanesi komandası yerinə yetirəcək. Lavi, qapıcının üzbüz. Lavi neyniyəcək? Ötürmə. Amma zərbə lazım idi məncə burada. Düşür bir anlıq oyun. İskəndər. Bu Elnur idi. Abi, Muxtar üzbüz. Zərbə, imkan vermir. Oy, nəyə qaçırdı?
İskəndər. Top İskəndərdən meydanı tərk edir, əsəbləşir İskəndər. İskəndərə sarı Vərəqəs. Topu əsəbi şəkildə olduğuna görə. Muxtar. Ötürür, Əşsüzum, boşlu qapı, istifadə edə bilmirlər. Yenidən Əşsüzum. 2-nin 1-ə. Ötürmə. Sağ olsun Muxtar, imkan vermir. Komanda yoldaşının səhvini yuyur Muxtar. Bundan geriyə gəlir. İmkan vermir. Ravi. Ali. Hüseyin. Oyunun ilk hissəsinin bitməyinə az qalıb. Gözəl keçid və cərimə zərbəsi qeydə alır hakim. Ravi tək toxunuşda ötürmə. Muxtar. Zərbəsi yenə qeyri-dəqiq qapını tutmur Muxtarın zərbələri. İlhami uzun baxır. Üslətə amma alınmır ötürməsi. O zərbə də istədi kimi alınmır İskəndərin. Fuad toplu ola qaydanı pozur. Tək-tük Allah da belə epizodlar görürük. İskəndər başa qapıya da zərbə indirə bilər. Məsafə uzaq. Ötürmə verir. İlhami. Nüsrət. Başda qalan topu heç kim qapıya yollaya bilmir. Bəli. Bəli, topu çəkir. Dara. Hakimi oyunu saxlayır. Fuat. Hüseyin. Alt Qarabağ. Oğlumla ötürmə. Əksüzun. Üstlər. Ay. Tələsmək lazım deyildi belə epizodda. Top hərəkətdə ola. Ona daxil edeyim istədik. Fuat keçir amma topu meydanda saxlaya bilmir. Muxtar. Hakim cərimə zərbəsini qeydə alır. Cərimələr neçə oldu mənim maraqlıdır. Topun gerisində Ravi. Oyunculara tuş gəlir. İskəndər. Görür Nüsrəti. Nüsrət qeyri-dəqiq pas atır və ilk hissə 1-1 hesabı ilə yekunlaşır.
Hələ ki bol qollu oyun görə bilmirik. İnşallah ikinci hissədən bol qollu oyun görərik.